Şəkildəki 4 rəqəm mişar materialın hansı elementini göstəribdir? Burada tildir də müəllimə. 4 rəqəmi. Bəli. Til nə idi? Til kəşmə xətti idi də Bəli, müəllimə. kəsişmə xətti. Doğru cavabımız til. Şəkildəki alətdə 2 rəqəmi ilə verilən hissənin adı nədir? 2 rəqəmi bıçaqdır müəllimə o da. Bəli. Bıçaq. Bıçaqdır. Bunu oxuduq bir an. Yox, bu deyil. Şəkildə hansı oduncağın teksturasıdır? Bu müəllimə qırmızı ağacdır da, toz ağacı deyil, qırmızı ağac. Narıncıya çalırsa, deməli bu Bunu keçmişik. Hə. Parça, plastik kütlə, oduncaq, metal şüşə və s. aiddir maddi vəsaitlərə. Əmlak, ailə təsərrüfü elementləri, ərzaqlar, bu da maddi. bəli. Maddi vəsaitə aid olan iki hissəni birləşdirir və sual işarəsinin yerində nə yazılmalıdır? Maddi vəsait. Doğrudur. 25. Buyur müəllim. 25-26. Demək, şəkildə bir rəqəm mişar materialın hansı elementini göstərir? Bir rəqəm. Şəkildə bir rəqəm. Təbəqə laydır müəllimə. Bəli. Təbəqə nə idi? Lay nəyə deyilir? Təbəqələr mişar materialın eyni səthlidir, eyni tərəfi. Bəli. Şəkildə nə təsvir edilibdir? Bu Şeyx-i-Ebelin bıçağıdır da müəllimə. Bəli. Hansı formada idi Şeyx-i-Ebelin bıçağı? Dairəvi formasındaydı. Kəsici tiyəsi bəs necə idi? Qövsvari, bir də qabarıq. Bəli. Ağzı bəs necə idi? Yarım dairəvi. Bəli. 30. Şəkildə bir rəqəmi mişar materialın hansı element göstərir? Bu kənar döyüm müəllimə. Bir rəqəmi. Enli səthidir. Enli səthi kənardır. Laydır. Bəli. En kəsik. Lay yoxdur burada. Nə götürəcəyik? En kəsik. En kəsik təpə deməkdir. Layın digər adı nə idi? Təbəqə lay. Bəli, təbəqə. Doğrudur. Enli səthi. Uyğunluğu müəyyən edin. Taxta qalınlığı 100 mm-ə qədər olan mişar materialı. Tir, eni 100 mm-dən az olan mişar materialdır. Tir qalınlığı 100 mm-dən çox olan mişar materialdır. Tircik qalınlığı 100 mm-dən çox olan mişar materialdır. Uyğunluğu. Deməli, məmə 2 yanlışdır. 1 doğrudur. Bir doğrudur. Bəli. Nə məmə? Düzdür. Bir doğrudur, 2 yanlışdır. Yanlışdır. Tir qalınlığı 100 mm-dən olan, çox olan. Deməli 3 doğrudur. 4 yanlışdır. İndi doğrudan doğru, yanlışdan yanlış. Ay mən yenə qarışdırdım. Bəs saydım ancaq variant seçmək. Bax, uyğunluq deyirsə, doğrudan doğrunu götürür. Doğrunun altında doğru hansı oldu? 1 və 2. Ha, yox, 1 doğrudur. 1 doğrudur. 2 yanlışdır. 2 tirziyə aiddir. Sonra 3 doğrudur yoxsa yanlışdır? Doğrudur müəllimə. Deməli 1 ilə 3. 3 doğrudur. Bəs doğrunu yanlışın altında götürə bilirik. 1 və 4 müəllimə, 1 və 4, hə. 1 və 4 doğru və yanlışımız. Doğrudur. Düzdür. Şəkildə hansı mişar materialı verilib? Burada mənim 4 haşiyəli tirdir də mənim. Bəli. 4 haşiyəli tir. Bəli. Şəkildə bir rəqəmin hansı hissəni ifadə edir? Bir rəqəmi. Deməli, yuvalar, pas, arxa sıxıcı, ön sıxıcı. Bir rəqəmi. Hansını göstərir? Yuvalar. Bir yuvalar.
Ümumiyyətlə Yuvalar. görürsüz çoxdur. 4 dənə xətti var burada. Lar şəkilçisi ilə də ifadə olunan cəmi göstərən bir dənə yuvalardır. Düzdür. Şəkildə iki rəqəmi hansı hissəni ifadə edir? Birləşdirici mənbə. Düzdür. Arxa, ön və bunları bir-birinə birləşdirir. Doğrudur. Uyğunluğu müəyyən edin. Büdcə fransız dilindən, tərcümədə pul çanta, yox bu ingilis dilindən olmalıdır. Bu Deməli, bir yanlış. səhvdir. Bax, bir yanlışdırsa uyğunluq istəyir. Götürürük, yoxsa götürmürük? Bunu götürmürük müəllimə. Bəli, doğrunun altından doğru lazımdır bizə. Hə, daimi xərclər qidaya, kommunal xərclərə ödəməsinə ayrılan xərclər. Bu doğrudur, iki Bəli. doğrudur. İkini götürdük. İndi yanlışda ev təsərrüfatı iqtisadiyyatın planlaşdırılması büdcədə öz əksini tapır. Bu düzdür. Hı-hı. Hə, Doğrudur. bu düzdür. Bəli. Daimi xərclər şəxsi planlardan şəraitə asılı olaraq yaranır. Bu səhvdir. Nəyə aid idi o? Bax, oxuduğunuz cümlə nəyə aiddir? Daimi xərclər şəxsi planlardan və şəraitə asılı olaraq yaranır. Müəllimə, bu Hı-hı. şəxsi planlardan. Bu hansı Daimi xərclərə xərc. aid idi? O elə bil ki, müəllimə dəyişən xərclərə. Bəli, dəyişən xərclər, şəxsi planım, necə istəsəm o cür. Bir də şərait, məsələn, qışda mənzilləri çox isidirik, kommunal çox. Uşaqlar. O elə bil ki, müəllimə 4 səhvdir. Hı-hı. Elə bil ki, bir də 2 də düzdür. Aha, doğru cavabımız. 2 ilə 4. Bəli. Doğrudan doğrunu götürürük, yanlışdan yanlışı. Şəkildə 3 rəqəmli hansı hissəni ifadə edir? Bu boltdur müəllimə. 3 rəqəm, bəli, boltu bildirir. Bəs şəkildə verilən bu nədir? Detalın adı nədir? Yonqarqıram müəllimə. Yonqarqıranı olan bıçaqdır. Bıçaq, hə. Bıçaq, bəli, düz. Şəkildə nə təsvir edilmişdir? Mexaniki əldireli. Bəli. Mexaniki əldireli olduğunu nədən bilirik? Bax, əldireli də Bunun var, mexaniki tutma əldireli. dəstəyi var, həm fırlatma dəstəyi var. Bəli, həm tutma, həm də fırlatma dəstəyi var ona görə. Şəkildə nə təsvir edilmişdir? Bu mexaniki əldə və sıxıcı diri nişanlayıcı pərcək. Bu nədir? Heç əhəmiyyət vermədiyiniz hissələr. Hə, yəni nişanlama pərgarı deyil. Mexaniki əl direli də deyil. Sıxıcı direl də deyil. Sıxıcıdır da. Bəli, sıxıcıdır. Bax, görürsüz, nə deyirdi? Onun dəstəyi var idi, gövdəsi var idi, bir də sıxıcı vinti var idi. Bəli, qırmızı rəngdə də göstər, qırmızı Bəli. hissəsi də var idi. Hətta Bəli, yəni yadıma düşdü. qırmızı olmaya da bilər. Nə rəngdə olsa ola Hə. bilər. Yox, Əsas ola bilər. kitabda göstərilən deyirəm. Hə, elə rəngdə yapışdırılan oldu, ona görə- detallarda düzdür, qırmızı göstərilmişdi. Hə. Şəkildə nə təsvir edilmişdi? Bu dayaqdır da müəllimə işarələmək üçün. Düzdür. Bəli. Alətdir yoxsa tərtibatdır? Tərtibatdır müəllimə. Hı-hı. Şəkildə nə təsvir edilmişdir? Enlem işarlamadır burada. Düzdür. Şəkildə nə təsvir edilmişdir? Burada elə bil ki, mişarın yaratdığı yarıq deyil. Bəli. Nə idi o? Nə adlanırdı? Elə bil ki, mişarın yaratdığı yarıq, yəni mişar yeridir. Bəli, mişarlama yeri. Düzdür. Türkan. Bəli. Şəkildə nə təsvir edilmişdir? Sumbata kağızı, tricikli sumbata kağızı, xırda dənəcikli sumbata kağızı, sumbata kağızı ilə işləmə üsulu. İdidən sumana. Şəkil heç tanış gəlmədi, amma burada sumbata kağızı ilə işləmə üsulu deyil. Ay, sağ ol. Sumbata kağızına işləmə üsulu. Bax, bu oxlar ki var ha. Oxlar Bəli. artıq onun işlək vəziyyətdə olduğunu göstərəcək. Düzdür. Müəllimə, şəkildəki 3 rəqəmi hansı hissəni göstərir? 3 rəqəmi daban Bəli, müəllimə. tabanıdır. Düzdür. Uyğunluğu müəyyən edin.
Uzunla mişarlama alfa 90 dərəcədə. Yox, eninə və uzunluğuna dedikdə 90 dərəcəyə bərabər olarsa, bu yanlışdır. Mişarlama qutusunun dərəcələri 30, 40, 45, 60, 90. Bu doğrudur. Xarrat mişarının əsas hissəsi kəsici dişləri olan zolaq. Bu da doğrudur. İri dənəcikli sumbata kağızı pəstahdan nazik təbəqə çıxarır. Bu yanlışdır. Demək ki, müəllimə 2 və 3. Niyə 3? Yox, 2 və 4. Bəli, Doğrudan doğru, yanlışdan yanlış. 2 və 4 müəllimə. doğrudur. Uyğunsuzluğu müəyyən edin. Bax, uyğunsuzluq deyəndə hardan nəyi götürürük? Bir dənə onu deyək qaydanı. Uyğunsuzluğu deyəndə doğrudan yanlışı, yanlışdan doğrunu. Belə Bəli. bilirəm müəllim. Ancaq özümü çaşdırıram. Hər dəfə bu tez suvant müxtəlif əyri xətti səthlərin emalında istifadə edilir. Suvant yox, elə bil ki, törpü müxtəlif əyri xəttlərdə olurdu. Bu yanlışdır. Düzdür. Uyğunsuzluğu deyil. Bunu götürürük müəllimə. Düzdür. Törpü çıxıntıları emal edir. Bunu götürmürük. Çünki doğrudur. Yanlışda da yə emal payını çıxarır, emal payını. Bərk oduncaqda istifadə olunurdu da yə. Bəli. Xırda dənəcikli sumbata kağızı pardaqlamada istifadə olunur. Bu düzdür müəllim 4-də. Sumbata kağızı pardaqlamada istifadə olunur. Düzdür, bəli. 4-də yanlışda 4 düzdür. Sonra uyğunsuzluğu bir də ki, müəllimə 1-i götürürük. 1 ilə 4. 1 və 4 doğru cavabımız. Bir də 3-ün cavabı nədir? Deyir, Y-yə emal payını çıxardır. Bu yanlış olaraq götürdük. Amma emal payını çıxardan nə idi? Emal payını çıxartan bizdə müəllimə törpü idi də. Şəkildəki nə təsvir edilmişdir müəllimə? Deməli, suvantdır da. Bəli, ən xırdası olan Suvant. suvantdır. İndi Suvantdır. həmin o suvandın adı burada yoxdur, mənası var. Onu Burada da... kərtçiləri olan, tablandırılmış metal tercih. Aha. Düzdür. Bəli, müəllimə. Şəkildə nə təsvir edilmişdir? Fuqandır. Nə? Yox, şerxebel. Fuqanda öndən arxadan çox hissəsi var. Bəli, bu şerxebeldir. Bəli, baxın, bax bu şerxebeldir. Bayaqçı sualların da birində rəndə var idi. Bax bu rəndədə, bu üst hissədə olan dəstəyə, dəstəyə demək olar birləşik kimi görünür. Yəni çəpəki format çəkilib də. Amma şerxebeldə burada ara bir məsafəsi var. Ondan yadda saxlayın ki, elə bax bu ş hərfi kimi burada görünür. Ş. Görürsüz? Bax belə yadda saxlayın.